Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirilməsi məqsədi ilə 24 News Media tərəfindən təşkil olunan Ozan Saz televiziya müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Marneuli Bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən Ustad Aşıq Kamandar Əfəndiyevin ev muzeyinin həyətində baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil müşaviri Yüksel Kara, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Görqadze, Gürcüstan Ombudsman aparatının regional departamentinin rəhbəri Georgi Talakvadze, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Türkiyənin Gürcüstandakı səfirliyinin dini işlər üzrə müşaviri Mahmud Göl, Bələdiyyə Məclisinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, müsabiqə iştirakçıları, münsiflər heyətinin üzvləri, mədəniyyət xadimləri, media nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Elminaz Osmanovanın aparıcılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən 24 News Medianın rəhbəri və Ozan Saz televiziya müsabiqəsinin layihə rəhbəri Azər Məmmədov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, müsabiqənin əsas məqsədi Borçalı aşıq sənətinin zəngin ənənələrini qorumaq, bu sənəti gənc nəslə sevdirmək, yeni istedadları üzə çıxarmaq və milli mənəvi dəyərlərin yaşadılmasına töhfə verməkdir. Bəli, bugün artıq biz 2 ay ərzində Ozan Saz televiziya müsabiqəsinin final, həm də eyni zamanda mükafatların təqdim etmə mərasimini keçirdik və mən ilk öncə bura təşrif buyuran bütün ziyalılara, bütün dövlət rəsmilərinə, hər birinə təşəkkür edirəm, ali qonaqların hər birinə minnətdarlığımı bildirirəm ki, bizim dəvəti qəbul edib gəldilər. Borçalı deyəndə bilirsiniz ki, ağla ilk öncə saz söz gəlir və ona görə də biz bu sazımızı, sözümüzü yaşatmalıyıq və bu məqsədlə də Ozan Saz televiziya müsabiqəsini təsis etdik. Böyük burada münsiflərin zəhməti oldu. Eyni zamanda bizə dəstək olan Azərbaycanın Diasporlar İş üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk və layihənin həyata keçirilməsi üçün çəkilişimizin aparıldığı məkana, Azərbaycan evinə və rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bütün bir daha deyirəm, münsiflərimizə və bütün zəhməti keçən hər bir kəsə minnətdarlığımızı bildiririk və ümid edirik ki, yeni ildə, yeni sezonda növbəti Ozan Saz televiziya müsabiqəsinin ikinci, belə deyək, 2027-ci ildə də biz bunu həyata keçirə biləcəyik. Daha sonra çıxış edən rəsmi şəxslər, ziyalılar və qonaqlar Ozan Saz televiziya müsabiqəsini yüksək qiymətləndirərək layihənin Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, müsabiqə qədim aşıq sənətinin daha geniş auditoriyaya tanıdılmasına, gənc istedadların üzə çıxarılmasına və milli mədəni irsin təbliğinə mühüm töhfə verir. İlk öncə hamınızı Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Faiq Quliyevin adından salamlayıram və Hüseyin Saraçlının yubileyi ilə bağlı təşkil olmuş tədbirdə bir fikir söylədim, onu təkrarlamaq istəyirəm. Türkün sazdan, sözdən bir-birinə bağlayan başqa dəyəri yoxdur. Şərqdən qərbə bütün türk dilli xalqları, türk dövlətlərini birləşdirən vahid dəyər sazdır, Ozan sözüdür. Yerli özünü idarə etmə orqanı olaraq biz hər zaman bu kimi mədəni və ictimai əhəmiyyətli tədbirlərin təşkilinə dəstək göstərməyə hazırıq. Bildiyiniz kimi bir müddət əvvəl Ozan Saz müsabiqəsi keçirildi və bugün həmin müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Biz də bu tədbirdə iştirak edərək qaliblərə hədiyyələrin təqdim olunmasında iştirak etdik. Tədbirin Aşıq Kamandarın ev muzeyində keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Çünki hər kəsə məlumdur ki, Aşıq Kamandar görkəmli sənətkar olub və 20-ci əsrin ikinci yarısında aşıq sənətinin yaşadılması, inkişafı və təbliğində əvəzsiz xidmətlər göstərib. Bir millet varlığını sürdürebilmesiyle ilgili olarak etkinliklere, ille de sanatsal etkinliklere yer vermeli. Bu tartışılmaz. Bu yarışmalarda bunların bir yerde yaşanması, devam eden kuşaklara aktarılmasına önemli bir etken ve tesir yapıyor. Onun için önemsiyorum açıkçası. Sonuçlar da ortada değerlendirdiğimizde katılımcıların isteklilikleri, memnuniyetleri, bu da bunun delili, ispatı niteliğindedir. Xüsusi olaraq Aşıq Kamandar Ev Muzeyində keçirilməsinin çox böyük önəmi, əhəmiyyəti var idi.
Bu bizdən eyni zamanda Türk dünyasında böyük bir mesaj var idi ki, Borçalı Aşıq Məktəbində Aşıq Şamandar kimi böyük sənətkarımız olubdu. İkinci də onu demək istəyirəm ki, sağ olsun 24 televiziya kanalı, onun rəhbəri Azər müəllimə minnətdarlığımı bildirirəm ki, uzun illərdir ki, biz gəncləri diqqətdən kənarda qoymuşduq və gənclərimizin Borçalıda yetişən gənc nəslə diqqət yetirməmişdik, onların müsahibəsinə keçirmək, onları seçmək, onlarla 2 aydan artıq bir əziyyət çəkmək və nəticə olaraq onların yekunda kimlərin qalib gəldiyini, kimlərin gələcəkdə yaxşı aşıq ola biləcəyini və münsiflər heyəti müəyyənləşdirdi. Mən bütün əziyyəti keçənlərə, bütün zəhməti olanlara minnətdarlığımı bildirmək istəyirəm və bu müsahibənin də əsas məqsədi bu idi ki, Borçalıda nəinki keçmişdə, lap qədimlərdə yox, bu gün də aşıq sənəti yaşayır. Gənclərin, deməli, yeni aşıqlarımız, gənc nəslin nümayəndələri, yeni aşıqlarımız boy atır. Gördüyümüz kimi bugün bizim ata yurdumuzda gözəl bir bayram əhval-ruhiyyəsi var. Bu da aşıqlıqla bağlıdır, sazla bağlıdır. Doğrudan da saz harda varsa, aşıqlıq harda varsa, orada mütləqa halallıq var, mütləqa bir gələcək var. Bəzi qeydlərimiz var da, yəni aşıqlığın bizim bu torpaqda, Gürcüstanda çox əzəllərdən tarixi var. Hələ 1721-ci ildə Tiflis vilayətinin təhrir dəftəri var. Orada aşıqlı cəmaatı deyə Borçalı sancağında bir kəndin adı keçər. Bu nə deməkdir? Yəni aşıqlıdır, aşıqdır ki, aşıqlıdır. Yəni bu dövrdə bizim ondan bəri böyük aşıqlarımız olubdur, böyük şairlərimiz olubdur. Bir məsələni mən qeyd edeyim. Bizim bu torpaqda aşıq şair ayrımı yapılmaz. Yəni hepsi birdir. Aşıqlar bəzən yanında şair götürərmiş. Şair bəzən aşıqlarla bərabər və yaxud da saz çalanla bərabər gedərlərmiş. Mübarək olsun. Bu 24 növs dediyimizə də böyük müvəffəqiyyətlər arzu edirəm, uğurlar arzu edirəm. İnşallah gələcəkdə də belə gözəl tədbirlərə, belə gözəl ilklərə imza atasınız. Saz ölmüyübdür, saz yaşayır, yaşayacaq. 1000 il belə də keçsə bu sənət davam edəcək. Ta usta olmamış çıxma obaya, naşısan çox düşər olma qovğaya. Kamil usta atar səni dəryaya, qəvvas olub orada üzə bilməzsən. Gəl əmraha qulluq eylə, dərsin al. Cəfa çəkən, səfa sürər var misal. Yaxşı öyrən, yaxşı oxu, yaxşı çal, saz götürüb əldə gəzə bilməzsən. Tədbirin davamında müsabiqənin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerə layiq görülən Nurlan Xansultanlıya noutbuk və diplom, 2-ci yerin sahibi Əli Əskərova mobil telefon və diplom, 3-cü yerə layiq görülən Mahal Qocayeva isə planşet və diplom təqdim olunub. Müsabiqənin digər bütün iştirakçıları da fəal iştiraklarına görə sertifikatlarla təltif ediliblər. Ozan Saz müsabiqəsində birinci yer tutdum. Mənim bu mükafatı almaq mənim üçün böyük bir qürurdur. Burada iştirak etmək də həmçinin mənim üçün böyük bir qürurdur. Hörmətli münsiflər heyətinin təşkilatçılarına çox böyük təşəkkürlərimi bildirirəm. Bu mükafatı qazanmaqda, bu dərəcəyə gəlməkdə mənə böyük kömək olan ustadıma, ailəmə, hər kəsə çox böyük təşəkkürlərimi bildirirəm. Bu mükafat mənə daha çox ruhlandırır. Çox sevincliyəm və həyəcanlıyam ki, bu mükafata layiq görüldüm. Tədbir ustad aşıq Həvəskar Qurbamov və onun şagirdlərinin, eləcə də müsabiqə qaliblərinin təqdim etdikləri aşıq havaları ilə davam edib.